Öncə onu qeyd edim ki, verilişdən qabaq Lənkəran azarkeşlərindən telefon əlaqəsi saxlanılmışdı. Orada VIP azarkeş qrupu deyilən bir azarkeş qrupu var ki, onlar VIP lojadan hər oyun izləyirlər. Çox deyirlər, məncə 400-500 nəfərdirlər. Məncə az olar. Az olar biraz da. Onlarla əlaqə saxlanıb. Onlar Rednikin bu cür klubdan yola salınmasına etirazlarını bildirirlər ki, ən azından Rednik bu cür klubdan bu şəkildə yola salınmalı deyildi. Buna etiraz əlaməti olaraq biz növbəti oyunlarda biz artıq qərarı almaq istəyirik ki, növbəti oyunlara getməyək. Amma bircə bir şey qeyd edim ki, bu günlər Xəzər, Lənkəran, Bakı, belə deyək, Qəbələ o klublardandır ki, Azərbaycan çempionatına öz xalını, öz bəzəyini verən, rəng gətirən klublardandır. Mən istəyərdim ki, bütün azarkeşlər bu günləri birləşsinlər, biraz futbolumuzu onlar gözəlləşdirirlər. Anar, Redniklə bağlı müəyyən fikrin varmı? Yəni, qısaca Rednik getməli idi, getdi də. Mən sadəcə bu sevgini başa düşmürəm, hələ də bu qalıb. Yəni, bu Rednik bəzən deyirlər ki, elə girib ki, Lənkəran azarkeşlərin ürəyinə bir mif yaradır. Deyirlər ki, aldığı maaşı da verir xadimə, axırına, filan. Qardaş, Rednikin bizim maaşı ehtiyacı yoxdur. Rednik hər sözün heyəti dəyişir, Rumuniyla yığır, gətirir bura. Hər oyuncudan da rahat 150-200 min dollar qatlayır, qoyur cibinə. Rednikin o maaşı ehtiyacı da yoxdur. Mən sənlə razılaşma, bu hər halda ittihamdır. 65 min qatlayır, qoyur cibinə. Yəni, alır da, bəs gətirir. Bir ara araşdırma xarakteri Tuyğun müəllimlə də söhbət elədik bir ara. Mən heç bir onlarda sadəcə struktur eləyir. Yox, yəni deyirəm ki, Rumıniya futbolcu gətirir, bu fakt eləli. Hər məşqçi getdiyi oyunçunu transferin gəlmir. Marağı var da burada. Mən ittiham eləmək ki, ola bilər ki, oradan pul götürür, heç maaşa ehtiyac yoxdur. Mən sadəcə deməyim o ki, Rednik getdi, Rednik Xəzər Lənkərana görə məşqçi deyildi. Bunu demişəm, kim də mənə başa düşən Məncə Xəzər Lənkərana gəlib getmiş ən yaxşı məşqçilərdən biri idi. Titul ola bilər. Onun futbol fəlsəfəsi Xəzər Lənkərana görə deyil. Bir də mən başa düşmürəm, bayaq Lənkəran rəhbəri bir bəyanat ya bu oyundan bağlı qısaca deyim. Dedilər biz o ev oyunlarına görə yayımlamırıq ki, güya ki icazə verəndə azarkeşlər oturur evdə statüsuna gəlmir. Məncə də bir şey qeyd edeyim. Bax Xəzər həmişə Bakı, Xəzər Lənkəran kimi klublar, Qəbələ bunlarda həmişə bunlar bir şeydə yanılırlar məşqçi seçimində. Mən istəyərdim ki, bax bu gün Cüneyt Biçərlə yollarını davam elə. Mən çox istəyərdim ki, bu günlər Xəzər Lənkəran yerli məşqçi sınasın. Bax Yunus Hüseynov. Mən çox istəyərdim ki, bu günlər Yunus Hüseynovu da iddialı klublardan biri etibar etsin. Heç olmasa bir il. Qoy görək bu insanın potensialı nədir. Mən inanıram ki, Xəzər Lənkərana layiqli bir məşqçi olacaq. Xəzər Lənkəran da məhz Yunus Hüseynova layiqli bir klubdur. Mən istəyərdim bunu. Heç olmasa Yunus Hüseynov məsələsini müzakirə eləsin. Bu oyunda da bəzi epizodlar var idi, amma epizodları keçməmişdən öncə mən də fikirlərimi bildirim. Bəli, Redniklə komanda yollarını ayırdı. Düzdür, səhvdir. Yəqin ki, buna gələcəkdə komanda növbəti, yəni əldə etdiyi uğurlardan və ya uğursuzluqlardan sonra qərar verəcək. Nə qədər düz olub bu addım, amma hər halda nə deyək, yəni Redniki sevənlər çox idi. Demək olar ki, azarkeşlərin böyük hissəsi, böyük kütləsi narazı qaldılar klubun verdiyi bu qərardan. Hər halda yəni mən düşünürəm ki, zaman göstərəcək. Hər şey göstərdiyi kimi zaman göstərəcək ki, Rednikin gedişi nə qədər doğru, nə qədər yanlış idi. Sadəcə bu oyunda bir epizod var idi ki, onu da məncə toxunmaq lazımdır. Interin baş məşqçisi Xavier Txadadzeyə daş atıblar və ya butulka atıblar dəqiq deyəmərəm, amma başı yarılmışdı. Məncə ayıb olur, yəni bizə lazım deyil belə hərəkətlər eləməyə qardaşlar. Yəni Lənkəranda da yəni fanatlar çoxdur, hərdən aqressivləşirlər, amma məşqçiyə daş atmaq və ya nəsə atmaq nə qədər bu yəni yaraşır hansısa fanata məncə lazım deyil. Bilmirəm nədən bu hadisə baş verib, hər halda məlumatım yoxdur, amma istənilən halda məncə bu düzgün deyil. Xəzər Lənkəranın Inter oyununda Xəzər Lənkəranın müəyyən epizodlara etirazı var idi, fanatların da və istərdim həmin epizodlara bir-bir baxaq, incələyək. Birinci epizod nəsə zəhmət olmasa. Birinci epizod buydu. Pits cərimə meydançasına daxil olur, yerdə qalır. Hakim ona Vüsal Əliyev sarı vərəqi göstərir və simulyasiya qərarı verir. İndi növbəti dəfə təkrara baxıb qərar verməyə çalışacaq ki, burada həqiqətənmi simulyasiyadır, yoxsa... Mən hakimlə razılaşıram, çünki birinci epizoddan göstərilən epizodda biraz şübhəli qalırdı, amma bu epizodda məhz tam görsənir ki, futbolçunun ayağı dəymir və özünü bilərəkdən yerə atır və hakim doğru qərar vermişdi. Mən əvvəlki epizod, mən səhv eləmirəm, qarşı tərəfdən idi, o biri tərəfdən. Orada mən baxırdım ki, orada penal var. Yandan baxıram. Biraz mənə də şübhəlidir, amma məncə... Bu epizoddan penal kimi görsən, amma bu növbəti ikinci kadrda əkranda görünür ki... Gəlin kadrlara bölməyək də, ümumi bütün rakurslar sizə təqdim olun, bir rəy verir. Hakim haqlıdır. Yəni, razılaşırsınız ki, burada var etsinməsə. Elçin bəy, sizin fikrinizi soruşmayacaq, çünki vaxt itirməyək. Çünki yəqin ki, siz də simulyasiyadır. Siz deyirsiniz Xəzər Lənkəran fanatlarına, Xəzər Lənkəran rəhbərliyi, onların bunlara iddiası yox idi. Bu iddialar
Yox, təbii ki. Hər halda yəni Hər varsa halda- mübahisəli epizod varsa biz onu Mübahisəli göstəririk. İkinci epizod xahiş edirəm. Vaxtımız azdır. Bir-bir bütün epizodlara baxaq. Bu epizodda yerdə qalır Xəzər Lənkəranın futbolçusu. Adı oyun epizodu. Hamı razılaşır adi Bir şey oyun. görmədik. Heç kimin üçüncü epizod Nəsib xahiş edirəm. Əgər bu epizodda heç kimin etirazı yoxsa üçüncü epizod. Yox, təmiz topu götürür. Nəsib üçüncü epizod zəhmət olmasa. Bax burada top Interli futbolçunun əlinə dəyir. Bu artıq mənim üçün, şəxsən mənim üçün fikrimə görə mübahisəli epizoddur. Yəni mən tam qərar verə bilmərəm bilərəkdən dəyərlənə, bilmirəkdən dəyərlənə. Yəni burada hakim 11 metrə versəydi də mən ona heç bir söz deyə bilməzdim. Vermədiyinə görə də bilmərəkdən söhbəti yoxdur. Futbolçusan, sən artıq peşəsiz deyirsən. Əl sahib deyirsən, jurnalist topa necə gəlib toxunasan, gedib Xeyr, yəni bu epizod elə epizoddur ki, bu qulaq asın mənə. Yəni bu epizod elə epizoddur ki, dəfələrlə 70 dəfə də olub, 70 dəfə hakim verib, 70 dəfə də olub ki, hakim verməyib bu epizodda. günləri Yəni biz bunu necə? hansı bir qanun qayda yoxdur ki, məhz əlin sənin 30 dərəcədə olanda 11 metrlə vermək lazımdır və ya 45 dərəcədə olanda vermək lazımdır. Yəni belə bir qayda yoxdur. Ona görə Səncə? bunu verirlər hakimin epizodu, hakimin qərarında. Asan nə deyirsən? Konkret bir söz. Şəxsən Verə də mən bilər, verməyə də bilər. Əli Vermədiyinə görə də bir söz deyə bilməzsən. verməlidir. verməlidir. Anar 60-70% verə bilərdi məncə də. verə bilərdi. Elçi Məmməd siz də Laxanik çox uzun Mən zaman. Laxanik. Burada görürsünüz hamısı deyir ki, gəh verə bilər, gəh. Penalti 100% olur və 100% onda da hakim verir. Burada penaltidən söhbət yoxdur belə. Ona görə də Çünki hakim verməyib, 100% Xeyr, penalti yox. Xeyr, burada penaltidən söhbət Mən getmir. sadəcə verilişin axırında Bilərəklə səhv əl eləmirəm. oyunu yoxdur, müdaxilə yox. Bilərəkdən əlini Mən sadəcə bir şey qeyd edeyim ki, bu gün Elçi müəllim elə bir biz jurnalistlər hakimlərin üstünə çox gedirik. Mən hakimlərin haqqını yemək istəmirəm. Bu gün Xaqani Məmmədov, Elçin Məmmədov istəməz ki, hakimlərə görə onlara çox söz gəlsin. Kim olsa onların yerində. Bax mən onu qeyd eləmək istəyirəm ki, keçən il yanvar ayında biz hakimlərin təlim məşq toplanışında iştirak elədik və baxdıq. Şəxsən mən özüm orada iştirak edirəm. Bütün onların dərslərində, Xaqani Məmmədovun, Gülağa müəllimin keçdiyi dərslərdə çox böyük dərslər və ondan sonra qərar aldım ki, bu gün bizim hakimlərə bu cür şərait yaradılıb, bu cür dərslər keçirilsə, bunların səhv eləməyə mənəvi haqqı yoxdur. Çünki onların Fikir mübadiləsi yəni yaratmayaq. Bir dənə verişib qurtarmanı 5 dəqiqə qaldı. Emin müəllim deyir ki, Fris gəlsinlər. Bu gün Xaqani Məmmədovun Azərbaycan hakimliyinə verdiyini bəlkə 30 il bundan sonra ola bilər. Mən orada keçən dərslərin keyfiyyətini O sizin şəxsi fikrinizdir və zaman göstərər. Mən xahiş edirəm 4-cü Dəstəkləyirəm epizod, onu. 4-cü epizod, xahiş edirəm 4-cü epizod. Burada söhbətlərdən məncə epizodları incələsək daha xeyirli olar. 4-cü epizod. Yox da ehtiyac Top yoxdur. oynayır. Bu epizod yəni məncə mübahisəyə yeri yoxdur. Top oynayır da vurur çıxarır. çünki topa toxunuş, ilk toxunuş topadır məncə. Orada artıq Topu vurduqdan Topa sonra var, top- artıq bir üç oyunçuya toxunuş, dəqiq topa. danışmağa Topa birinci Subaş toxunur sizcə yoxsa? yox, yox, yox. müdafiəçi, Müdafiəçi. Müdafiə. Bax, Mən özü elə gəldim o ki, vurduğu Subaş. istiqamətdə gedir. Yoxmu? Bax. Yox, bax. Bilirsiniz necədir? Yəni bu epizodlar çox belə gülüncü epizodlardır ki, aslan ki qoyublar. Başa düşürsünüz? Çünki Vüsal Əliyev Azərbaycanın ən güclü hakimlərdən biridir və onun belə epizodlarda səhv eləməsi sadəcə Yəni mümkündür. Fariz Yusufov ona işte zəif Yox, söhbət hakim ondan deyil, amma o da gedir. ciddi Səhv olar, səhvlər amma verir. burada 100% bu ikili epizodda açıq-aşkar görsən ki, topa oynayır, Emin müəllim. Baxın, futbolçu cərimə meydançasına daxil olur, yerdə qalır. Sergey Yuran da çox əsəbləşmişdi. Hətta hakimə belə bir ifadə dedi. Qorxursunuzmu? Bax belə maraqlı bir səsi hətta kameralara düşdü. Nə idi bu? Aslan. Mənim fikrimcə bu təmiz 11 metrlik cərimə Aslan zərbəsidir. penalti deyir. Əli Mən də penaltıdır, təmiz. Anar Heç Xanlarov. düşünmədən. %100 penalti olur. və Elçin bəy. Epizodu şərh etməmişdən qabaq bir söz deyim ki, yəni Yox. Yuranın o ifadəsi heç yeri yoxdur. Bayaqları onun da komandasına qırmızı vermədi. Bu sadəcə onlara hakim səhvləridir. Həm ora oldu, həm bura oldu. Bu penaltidir. Hakim bunu vermədi. Vəssalam. Penalti də hakim. Bəli, vermədi. Amma yenə deyirəm, Yuranın o ifadəsinin heç yeri yoxdur. Hakimlər heç kimdən qorxmur. Sadəcə nəyi görürlər, o da verirlər. Vəssalam. Və təbii ki, ola bir diskussiya aparmaq da olardı, amma üzrlü sayın vaxtımız demək olar ki, çox az qalıb. İstərəm digər oyunda çox maraqlı epizodlar var. Azal Bakını məğlub elədi. Belə bir oyun oldu. 1-0 hesablı Azalın qələbəsi ilə yekunlaşdı bu maç və bu oyundan bir epizodu fərqləndirmək istəyirəm. Mən xahiş edirəm nəsib oyunu deyil, epizodu gəlin nümayiş etdirək. Bax, burada belə bir qəribə epizod Elçin bəy, siz də baxın. Futbolçu zədələnir, meydanı tərk eləyir. Tərk eləyir Tərlan Xəlilovdur. Hücum gedir, artıq futbolçu bir neçə saniyə gözləyir və hücumun davamına baxın, Anar Salmanova baxın. Sanki futbolçu olan tərəfə nəsə işarə eləyir. Futbolçu meydana daxil olur. Sonra Jabaya qarşı bir qayda pozuntusu olandan sonra onu, baxın, burada qayda pozuntusu olur və Jaba etiraz edir ki, o meydana icazə almadan girib və buna görə ona ikinci sarı vərəqə göstərilir. Həmin bu futbolçu Tərlan Xəlilov saytlara müsahibə verəndə və elə bir gün Premier Liqa saytlarına açıqlama verib, bildirir ki, mən Anar Salmanov tərəfə baxırdım. O mənə jest elədi 2 dəfə və mən meydana daxil oldum. Yəni ola bilərmi orada?
Anar müəllimin buradakı çıxartdığı bir şeydə burada qaydalara uyğun olaraq baxın perspektivli hücum alınır və burada o çıxan oyunçu əgər ora girsə o qabağını kəsir və o üstünlük prinsipini nəzərə alaraq Anar Salmanov qaydalara uyğun ona deyir yox və o üstünlük prinsipi nəzərə alandan sonra onu buraxa bilərdi və bunu da göstərir yox və o ona baxmır girir Şaban qabağını kəsir və Anar müəllim haqlı olaraq ona ikinci sarı və qırmızı